İnsanın özünü pazarlama şəkli. Məsələn, tələbə var ki, tam real deyəcəm, tələbə var ki, mükəmməldir, həqiqətən də yaxşı belə deyək də bootcampdə iştirak edir və fəaldır. Bütün nəticələrinə baxırıq ki, okeydir. Amma ki, özünü pazarlaması yoxdur. İnsanın özünü pazarlaması olmalıdır. Yəni, insan, belə deyək də, yaxşı mənada özünü sata bilməlidir. Və bu çox tələbələrdə yoxdur. Bu problemdir, ciddi problemdir. Tələbə var ki, hələ 18 yaşı olmayıb, 17 yaşı var. Bizim proqramı davam edir. Yəni hal-hazırda bootcampdə iştirak edir. Nə bilim 6 aylıq təlimin 4-cü ayındadır, 5-ci ayındadır. Tələbənin artıq LinkedIn hesabı var. Və LinkedIn hesabında durmadan görürəm ki, software village-ilə yanaşı o təcrübə proqramına qatıldım, dəyərli bağlantılarım bu təcrübə proqramından bunu qazandım, dəyərli bağlantılarım bu sertifikatımı sizlərlə paylaşıram. Bu həqiqətən də mənim üçün qürur vericidir ki, yəni 17 yaşı var, hələ 18 yaşı olmayıb və bizim 6 aylıq proqramın hələ 4-cü ayındadır. Artıq bu adam özünü başlayıb pazarlamağa. Elə adını da çəkəcəm, problem yoxdur. Sumqayıtdan olan tələbəmiz Nurlandır, frontend tələbəsidir. Yəni hər gün LinkedIn-ə girəndə hər gün Nurlanın bir sertifikatını daha görürəm, bir təcrübə proqramından layihəsini daha görürəm, bir proyektini daha görürəm. Bu da məni qürurlandırır, sevindirir, yəni çox sevinirəm buna. Ona görə də əsas ikinci səbəblərdən biri də dediyim kimi insanın özünü pazarlamasıdır.